أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين، حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد. اللهم صل على محمد وآل محمد. واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أما بعد يا عباد الله، أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهيه. Hoş gördük değerli müminə bacılarım və mümin qardaşlarım, qonaqlarımız. Bugün cümədir, cüməmiz mübarək olsun inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizləri öz evində, öz cənnətində cəm eləsin. Hər zaman olduğu kimi ilk öncə özümü və sonra sizləri ilahi təqvaya riayət etməyə dəvət eləyirəm. Allah'ın əmrində möhkəm olaq, Allah'ın halalını halal, haramını özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Bugün danışdığım xütbə zərərli vərdişlərlə bağlı olacaq. İnsan iradə və ağıl sahibi olaraq yaradılmış ən şərəfli və ən üstün məxluqdur. Dinimizin məqsədi insanın canını, malını, ağlını, namusunu və inancını hər cür pislikdən, fitnə fəsaddan qorumaqdır. Ona görə də İslam dini insanın canına və malına təhlükə yaradan, din və inanc azadlığını və cəmiyyətin huzurunu və rahatçılığını pozan bütün zərərli vərdiş və asıllıqları qadağan eləyir. İndi mən qeyd edəcəm zərərli vərdişlərin həm psixoloji və ruhi, əxlaqi, mənəvi və sosial, ümumiyyətlə bütün bu sferalara toxunacam, qısa olaraq fikirlərimi qeyd edəcəm. Amma Quran-ı Kərimdə bir ayə var. O ayəni mən nəzərinizə çatdırmaq istəyirəm. Ət-Təhrim surəsinin 6-cı ayəsində Allah Teala belə buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə āmenū. Ey möminlər, ey iman gətirənlər, inananlar, Allaha təslim olanlar. Qu ənfusakum və əhlikum nara. Özünüzü və ailənizi, əhlə-əyalınızı elə bir oddan qoruyaq ki və qoruyun ki, onun yanacağı insanlar və daşlardan ibarətdir. Quran bizə bunu anladır ki, əgər biz özümüzü, malımızı, canımızı, övladlarımızı, bugünün və sabahki günümüzü düşünə bilməsək, bizim qiyamətdə yanacaq övladlarımız və özümüz, bizim bədənlərimiz, cisimlərimiz olacaq. Ailəmiz, balalarımız və bütün nəslimiz qorunmalıdır təhlükələrdən. Əgər qoruna bilməzsə, onlar odda yanmağa məhkumdular. Orada daha üzrxahlıq yeri yoxdur. Xilavun şidad Quran-ı Kərim buyurur. Elə mələklər orada insanlarla hesaba çəkəcək ki, məsələləri, onlar daş qəlbli, heç kəsə zərrə qədər rəhm eləməzlər. Artıq hər kəs öz əməlinin mükafatını alacaq.
Ona görə bu məsələ çox ciddi və aktual məsələdir ki, insanlar bu məsələlərdə düşünsünlər, ailəsini, özün təhlükələrdən qorumaq üçün, pis vərdişlərdən, zərərli vərdişlərdən qorumaq üçün nəfsimizi oda salmamaqdan ötəri artıq nə qədər bizim həyatımız var, bu barədə düşünməliyik. Qeyd etdiyim zərərli vərdişlər insan sağlamlığına, mənəviyyatına, əxlaqına və gündəlik həyat tərzinə, həyatımıza mənfi təsir göstərən davranışlardır. Biz sadəcə zərərli vərdiş deyəndə biz siqareti nəzərdə tutmamalıyıq. Mən qeyd edəcəm, fiziki sağlamlığa zərər verən zərərli vərdişlər var. O bizim fiziki bədənimizə məhdudiyyət yaradır, problem yaradır. Məsələn, siqaret çəkmək qeyd etdiyim kimi, alkoqol, içkilərdən istifadə etmək, narkotik, ağ ölümdən istifadə etmək, enerji içkilər, hərəkətsiz həyat. İnsan var ömür boyu, elə deyir ki, ver yeyim, ört yatım, hərəkətsiz qalır və sonra da digər insanlar ittiham edir ki, niyə filan kəs qazanır, mən qazana bilmirəm. Çünki sən hərəkətsiz həyat sürəcəksənsə, sənin fiziki sağlamlığın da aradan gedəcək. Və mən bunlara qısa toxunuram. Əxlaqi və mənəvi zərər verən vərdişlər var. Onlar qeybətdir, yalandır, iftiradır, şərdir, böhtandır, təhqirdir, söyüşdür, paxıllıq, həsəd, qumar, mərc oyunları və haram qazanmaq. Haram qazanc. Psixoloji ruhu, zərər vərdişlər isə, sosial münasibətlər isə artıq cəmiyyətimizdə baş alıb getməkdədir. Və mən bunu sizə çatdırmaq istəyirəm ki, bugün dünyada nə qədər elm, texnologiya, sənaye inkişaf edirsə, amma bir o qədər də biz müəyyən məsələlərdə zərbə alırıq. Biraz açıq danışacağım sizinlə. Bura qədər biraz çalışdım, biraz elmi cümlələrdən istifadə edim. Amma biraz bu fikirlərimə el dilində, cəmaatın dilində izah eləmək istəyirəm ki, hər kəs bunu anlaya bilsin. Bugün xalqımızın, millətimizin igid qəhrəman oğlanları savaşdılar, döyüşdülər, qeyrət göstərdilər, şəhadət şərbətini içdilər. Bugün də elə bir oğullarımız var. Və onların içində bugün mən namaza gəlmədən öncə bir qazimizi gördük. Mən indi gözümə dəymir, yəqin adam çoxdur, ona görə mən onu görə bilmirəm. Buradadır, qabaq ön sırada oturub. 9 ildir bu adam, təsəvvür eləyin, oruc tutur. Rəcəb, Şaban, Ramazan yox, il boyu orucdur. Bayramlar istisna, çıxmaq şərti ilə. Amma vətən müharibəsində 2 gözünü itirib. Dünya işığından məhrumdur. Sadəcə rəngləri bilmir, seçə bilmir. Çünki göz görməsə rəngləri insan təyin edə bilməz. Eşitmək yolu ilə və xüsusilə bəyalar mənə deyir ki, illərdir mən deyir, gecə namazları qılıram. Amma bugün çox insanlar var, gözü də görür, qulağı da eşidir, dili də danışır. Amma mənəviyyat korlanıb, ruh korlanıb. Adi bir siqaret, hələ mən siqaretdən başlamaq istəyirəm. İllərlə biz bəzi insanların üzərində onu tətbiq etmişik ki, görək bu zərərli vərdişlərdən bu insan uzaqlaşa bilir ya yox. Siqaret çəkirəm. Mən ona deyirəm ki, siqaret sənin fiziki sağlamlığına ziyandır. Hətta tütün alətləri yazırlar üstündə nə qədər ziyandır, zərər verir. Nə qədər insanlar siqaretin qurbanları olub və deyir, tərk eləyə bilmirəm bunu. Bu bir xəstəlikdir. Əgər bir insan
adi bir sigareti ki nə qədər onun təsirlərini biz hiss eləyə bilirik, nə qədər sağlamlığa ziyan vurursa biz onu hiss edə biliriksə, tibb bunu tam şəkildə izah eləyir. Əgər bir insan sigaretdən əl çəkə bilmirsə, başqa şeylərdən necə əl çəkə bilər? Bəsit bir misal çəkmək istəyirəm sizə. Bir gənc hər gün öz-özünə deyirdi ki, bir sigaret nə olar ki, çəkirəm onu. İstəsəm hər an onu tərk edərəm deyirdim. İllər keçdi. Artıq həmən gün ərzində bir dəfə sigaret çəkən o gənc bir qutu sigaretə çevirdi. Artıq bir gün bir sigaret çəkən gənc bir günə bir qutu sigaret çəkirdi. Nə qədər cəhd etdi tərk etməyə, amma bacarmadı. Günlərin bir günü bir müdrik, ağıllı, bir humanist bir insan, bir adam ona deyir: sən niyə bu zərərli vərdişlərdən əl çəkə bilmirsən? O izah elədi, mən əvvəl bir dənə çəkirdim, deyirdim tərk eləyəcəm, sonra bir qutuya çevrildi. Artıq mən tərk eləyə bilmirəm, bacara bilmirəm. Həmən müdrik adam ona belə deyir. Görün nə gözəl sözdür. Deyir, ilk dəfə sigaret çəkəndə bu sadəcə bir ipək sap idi. Bir sap idi, bir dənə adi ipək sap. Amma o sap qalınlaşdıqca zəncirlərə çevrilir. Sapı qoparmaq asandır. Amma zənciri qırmaq illərlə tələb eləyir ki, onu tərk eləyəsən. Zərərli vərdişlər əvvəlcə də zərərsiz görünür. Mən gəncləri görürəm, bir sigaret bax belə çəkir, deyirəm, niyə çəkirsən? Deyir, ləzzət alıram bundan. Özü də bilmirəm nədir. Güya bu sigaret çəkməklə, bundan bu qoxu, bundan bu sigaretin tüstüsü çıxmaqlıqla bu hardasa nəysə bir daşı daş üstə qoyub, dağı dağ üstə qoyub. Sadəcə özündə bir emosionallıq yaranır ki, mən sigaret çəkirəm. Bəziləri deyir, kişi sigaret çəkər. Zərərli vərdişlər əvvəlcə zərərsiz görünür, amma tədricən insanı get-gedə əsarətə salır. Elə deyil. Əvvəl biri ona deyir ki, gəl bir dənə çək, çəkir. Bir ədəd verir, ha. O bəzən də bir qullaq çəkir. Ondan sonra tədricən o vərdişə çevrilir, asılılıq yaradır. Ən təhlükəlisi bilirsin nədir? Ən təhlükəlisi budur ki, onu sonra tərk eləyə bilmir. Özün aldatmağa başlayır. Əgər insan ilk sigaretdən ki, mən başladım danışmağa, əgər təzə başlayırsa, asıllığa keçmibsə, dərhal addım atmaq lazımdır. Yəni, insan o kişi sözünü qarşısına qoymalıdır. Yəni, mən nəfsimlə mübarizə aparıram, bundan sonra mən söz verirəm, sigaret çəkməyəcəyəm. Mən sadəcə bu sigareti mən misal çəkdim. Sigaretlər çevrilir narkotiklərə, ağ ölümlərə, fəlakətlərə, o narkotiklərin bu günləri nə qədər mübarizəsi aparılırsa, dövlət tərəfindən ki, narkotik olmaz, cinayətdir, ziyandır, həm bizim ruhumuzu, fiziki halımızı, həm eyni zamanda qanunvericiliyə zidd olmaz, yedə də günü-gündən artır. Nəticədə ailələrdə yersiz söz-söhbətlər başlayır. Heç bir əsası olmadan boşanmalar əmələ gəlir. Baxın, sosial şəbəkələrə baxın, sosial mediada, televiziyalarda baxın, sosial platformalarda. Mən özüm şəxsən utanıram. Bir zaman mən televiziyaların birində ekspert idim.
illərlə mən 15 ilə yaxın ekspert oldum, rəy bildirdim. Amma indi getmirəm. Və getmək də fikrim yoxdur. Nə mənada? Haçan müəyyən bəzi sosial verilişlər düzələcəksə, mən orada olacam. Mənim efirdə, verilişdə olduğum zaman bir gənc ailə boşanırdı müəyyən səbəbdən. Ya maddi, ya mənəvi. Mən çalışırdım və yüzlərlə də bu ailəni mən barışdırdım. Belə ailələri barışdırdım. Amma mən bunu açıq deməliyəm. Nə qədər gör ifrat dərəcədədir. 70 yaşında bir qadın gəlir, deyir, mən ər axtarıram. Biz 70 yaşında nənə görəndə utanırdıq, özümüzü yığışdırırdıq. 65 yaşında kişi gəlir, deyir, mən xanım axtarıram. Subhanallah. Biz gəlib hara çatdıq? Bəzən şuuraltı insanların, bilmirəm, qidalanması, yeməyi, düşüncəsi, həyat tərzi nə qədər dəyişilib. Biz ailədə uşaqlara olmazları başa salmalıyıq. Vurmaqla yox, döyməklə yox. Bəzən mən üzr istəyirəm, bəlkə də bəzi sosial mediaçılar indi bu canlı yayımını kəsərlər, paylaşarlar. Mən istəmirəm bunu pis mənada anlasınlar. Bəzən, bu mənim subyektiv fikrimdir, bəzən bir qulaq vurması olmalıdır. Mən şiddəti tərifləmirəm, şiddətin əleyhinəyəm, zorakılığın əleyhinəyəm. Amma mənim uşaqlıqda bir müəllimin mənə şillə vurması, atamın, anamın qulağımı vurması hələ də yadımdadır. Artıq düşünürəm ki, həmən o qulaq vurma ola bilər. Olmasa da Allahdan olacaq. Bu qədər açıq şəkildə insanları mediaya buraxmaq, televiziyaya buraxmaq, gələcək nəslin bədbəxt olması deməkdir. O zaman bir nəfər narkotik maddə qəbul edirdi, alkoqol içki içirdi, barmaqla göstərirdilər. İndi təmiz adamları barmaqla göstərirlər. İndi təmiz adam tanımaq çətindir. İndi mənə rast gəlirlər çox adamlar, deyir ki, mən bilmirəm kimin qızını alım, and olsun Allaha. Mənə deyirlər ki, mən din xadimi olaraq yanaşırlar. Kimin qızını alaq, Hacı Surxay? Bəlkə sənin ətrafında bir mömin var, bir namaz qılan var, biz gedək onun qapısını döyək və yaxud biz bilək qızımızı kimə veririk. Hansı oğlanların qapısını döyürsən, zahirdə çox gözəl görünür, çox viddi görünür. Amma bir neçə aydan sonra artıq onlar məhkəmə masasındadır. Bu tendensiya sürətlə davam edir. Həyəcan siqnalıdır, bunun qarşısı alınmalıdır. Mətbuat, bilmirəm, insanlar, bu qınaq obyektinin insanları sevilməli. Saatlarla telefon arxasında oturan sosial şəbəkələrdə mən xanımlar görürəm, bəylər görürəm, cavanlar görürəm, kim kimi öldürüb, kim kimin başını kəsib, kim kimi boşuyub. Bu çox böyük bir təhlükədir. Və bəzi xanımlar da boşanmağa gələndə mənim yanıma deyirəm, niyə boşanırsan? Başlayıram ona bir muizə eləməyə, başa salmağa. Niyə boşanırsan? Cavan gəlinsən, xanımsan, adva ləkələr filan. Deyir, ərim narkomandır. Həmən o narkoman dediyi oğlanı çağırıram, deyir ki, xanım əxlaqsızdır. Sübhanallah, indi gəl araşdır, gör. Qız düz deyir, xanım düz deyir, ya bəy düz deyir. Heç kimə də sübut eləmək olmur. Sonra indi bir dənə təzə şey çıxıb cavanlarda, qızlarda, bəy xanımlarda, oğlanlarda. Həmən öz görəv deyirlər, nə deyirlər? Öz güvən olmaq istəyirəm. Öz güvən, yəni bu müstəqil olmaq istəyir. Yaxşı, bu müstəqil olmaqlıq səni hara aparacaq? Mən istəyirəm müasir olam, mən istəyirəm azad olam. Azad olurdunsa, niyə cəmaatın qızın bədbəxt edirsən? Niyə cəmaatın ailəsinə iftira salırsan? Niyə o qızları alırsınız? Və düşünün, niyə oğlanlar həyatlarında intiharlara baş verir və gedir, mən tanıyıram, cavan oğlan yazırlar, şok, yeni bir xəbərdir.
filan yerde 36 yaşında bir oğlan bir kızın başını kesti, hanımının başını kesti. Ne için? Ne için? Haçan buna son qoyulacaq? O zaman son qoyulacaq ki, özümüzü tərbiyə eləməsək, ailəmizi tərbiyə eləməsək, içimizi tərbiyə eləməsək. Mənə nə? Filan kəs belə elədi, mənə nə? Filan qonşu belə elədi, mənə nə? Mənə nələr bizi məhv eləyəcək? Ona görə buradan bir çağırışdır bu, bir mesajdır. Bir gənclərə buradan bir xahişdir, valideynlərə xahişdir ki, diqqətli olaq övladlarımızla bağlı, özümüzlə bağlı. Bəzən gənc, mən görürəm, cavan oğlan namaz əhlidir, atası alkoqol içkidir, aludətçisidir. Oğul gəlir, deyir ki, atamı axtarıram. Hansısa bir zibil qutusunun yanında atasını tapır. Bu biabırçılıqdır. Bu xütbələr, bu çıxışlar, bu moizələr insanı oyatmaq üçündür, nağıl danışmaq üçün deyil. Və mən düşünürəm, bir saatdan sonra bu YouTube kanalımıza oturacaq. Burada yüzlərlə insanlar var. Və bu YouTube kanalında bunu dərhal götürün, paylaşın. Müəyyən hissəni kəsin. Ondan sonra baxıram, lazımsız bir Avropada kim kimi, mən nə bilim, təhqir edib onu kəsib paylaşırlar. Hələ bunu da paylaşın da. Nə olar, sən bir paylaşımla yüzlərlə insanların ailəsinin boşanmasının qarşısını alarsan, intiharın qarşısını alarsan, cinayətin qarşısını alarsan, oğurluğun qarşısını alarsan, narkomaniyanın qarşısını alarsan, sigaret çəkmələrin qarşısını alarsan, zərərli vərdişlərin qarşısını alarsan. Nə olar, paylaşaq? O paylaşımlar mənə savab gələcək, sizə savab gələcək. Mənim oradan bir qazancım yalnız mənəvi bir qazancım olacaq. Hər cümə yeni fikirlər danışmaq lazımdır. Yeni söhbətlər eləmək lazımdır. Qoy heç olmasa 500 nəfərin 100-ü, 50-si, 30-u, 5-i hidayət tapsın. Allah'ın verirəm cəlalı xatirinə. Allah Teala bizim nəfsimizi şeytanın şərlərindən qorusun. İlahi, nəfsimizin şərrindən sənə sığınaraq nəfsimizi təqvalı olmasını və təmiz olmasını səndən istəyirik. İlahi, bizi bir anda öz başına buraxma. Pis vərdişlərdən bizi təmizlə, ya Rabbim. Sən təmizləyənlərin ən xeyirlisisən, bizə salih, xalis övladlar nəsib elə. Dünyamızı zərərli vərdişlərdən, pisliklərdən, çətinliklərdən qoru, ya Rabbim. Sənə and verirəm, cümə gününün xatirinə şəhidlərimizin ruhlarını şad elə. Bayrağımızı dünya bayraqlarının içində uca elə. Ölkəmizi qoru, gənclərimizi qoru, millətimizi qoru, bizləri namus üstə imtihan etmə. Sənə and verirəm Cəlalımın xatirinə, xanım Fatimə-i Zəhranın vəfat günləridir, son günləridir. İlahi, heç bir ananı, atanı övladın yanında, övladı atana yanında, övladları dostların yanında xəcalətdə eləmə. Övlad olmayanlara övlad bəxş elə. Azərbaycan hududlarından kənarda nə qədər bizim dostlarımız var, onları salamat elə. Xarici qonaqlarımız var burada, bizlərlə cümə namazlarında, onları da salamat elə. Cümə günüdür, dualar qəbul olunan gündür. Nə qədər möcüzələr olub bu cümə günündə. Mənim də və bizim də bir cümə məscidinin qardaşı var, Hacı Gülverdi qardaşım. Allahım, mən belə oğlanları da təqdis eləyirəm. Bax, Şahin qardaşımızdır, Hacı Gülverdi qardaşımızdır. Şahin qardaşım bu yaxınlarda anasını itirib. Hacı Gülverdi qardaşımız öz anasından ötəri mücadilələr edir. İlahi, o anamıza da qeyb xəzinədən şəfa ver, ya Rabbim. Övladlarının və bizlərin gözlərini şad elə. Ya Rabbim, Hacı Elnur, atası Bünyad var, dua eləyiblər. Ona da inşallah acil şəfalar ver, ya Rabbim. Polad xəstədir, burada yazıblar, mənə xəbər göndəriblər. İlahi, tezlikcən o qardaşımıza da acil şəfalar ver. Və sizin aminlərinizə inanıram, güvənirəm, etibar edirəm. Amin deyən dillər var olsun inşallah. Amin deyən dillər lal olmasın inşallah. Aminlərimiz ərşə çatsın inşallah. Allahım,
sənə and verirəm Cəlalımın xatirinə. Bizim ağlımızı, vicdanımızı, iradəmizi bir an içində əlimizdən alma ya Rabbim. İnsanın ən böyük neməti onun namusu, varı, dövləti, izzəti, mənəviyyatıdır. Allah bu mənəviyyatı əlimizdən alma. Bu günləri bizim məscidimizə ata oğulla gəlir. Qardaş qardaşla gələr. Bir bariz nümunəsi mənim Hacı Yaşar qardaşım, bizim əziz balamız. Mən bir neçə gün bundan öncə gördüm ki, həmən o balamız o qədər sürətlə gəlir, qaçaraq gəlir. Nə olub? Deyir, namaza gecikmə. İstəyirəm ki, namaza gecikməyəm, namaz qılam, namaz qəzaya getməsin. İlahi, bizim belə oğullarımız da var. Onları da müvəffəq elə ya Rabbim. İlahi, analarımız, xanımlarımız uzaqdan gəlirlər, qardaşlarımız uzaqdan gəlirlər. İçəri şəhər əlbəttə giriş-çıxış çətin məsələdir, amma buna rəğmən hər qardaşlar, bacılar gəlirlər, sevə-sevə Allah onların da qədəmlərini bu evdən kəsmə ya Rabbim. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus səməd, ləm yəlid və ləm yulad və ləm yekullahu kufuvan əhəd. Ölənlərimizin ruhları haqqında, şəhidlərin ruhları haqqında salavat.